Salam dostlar, necəsiniz? Bugün mən yenə bağçamdayam. Bağçam necə də gözəlləşib. Qızıl güllərim açmış. Baxın, necə gözəldilər. Baxın. Çox gözəl açmış. May ayını çox sevirəm. Baharı, yazı çox sevirəm. Çünki hər tərəf yaşıllıq olur, hər tərəf gözəlləşir. Hər tərəf gül çiçək olur. Qəlbi incə, ruhu incə insanlar mənə elə gəlir ki, yazı çox sevirlər. Çünki yaz ayı gül çiçək ayı deməkdir. Burada da belə gözəlim var. Bunu çəkim sizin üçün. Baxın dostlar. Dünən qönçə kimi idi, indi bütün açıb. Baxın rənginə çox gözəldir. Burada da tumurcuqları var. İnşallah bunlar da açacaqlar. Bağçam rənglənməyə başladı. Burada sardunyalarımdır. Burada qönçələri var. Hamısını budamışdım bunları. Burada saralan yarpaqlar. Dostlar, saralan yarpaqlar olanda bunları qırın ki, gücün bunlara verməsin, yeni yarpaqlar çıxarsın. Belə. Belə saralan yarpaqların qırıb atın. Baxın dostlar, kamerada qırmızı düşür, amma qırmızı deyil. Nar çiçəyinin rəngidir. Nar çiçəyinin rəngindədir. Çox gözəl rəngi var, çox. Özüm yavaş-yavaş çəkirəm ki, bu gözəllikləri siz də görün. Burada da qazaniyamdır. Üstündə başqa tumurcuqları da var. İnşallah onlar da açılacaqlar. İstəri doludur tumurcuğuna. Baxın, bu da maşallah əlim boydadır çiçəyi. Mən buna gül sardunya dedim. Çox gözəldir. Gül formasında açır. Baxın dostlar. Burada da dostlar, bunu qırmadım çiçəyin ki, tumurcuğa dolar, bunun toxumundan tutaram. Daha doğrusu toxumu olar, tumurcuq neydi. Amma olmur. İstəyirəm qıram atam. Burada da bunu da qırmaq lazımdır. Burada da belə qönçəsi gəlir, açacaq. Çox gözəldir, rənginə bayılıram. Bunu da qırım. Onsuz da o birilərinə güc verəcək. Gücünü alır. Qırılmaq istəmir. Qırdım axır ki. Burada da bir betonu gəlir. Çox gözəldir. Burada da qazaniyalarım. Burada gecə gündüz güllərim. Toxumunu ekmişdim. Gecə gündüz güllərim çıxıblar. Bunlar çıxanda sardunyalarımın üstünə alır. Sardunyalarım görünməz olur. Çünki boyları balacadır. Bunlar çox uzanır, bilirsiniz. Gecə gündüz gülləri. Burada da belə çiçəklərim var. Burada da belə. Ay, arı çalmışdı qolumu dostlar. Ay, düz biləyimə qondu. Yaxşı qutardım. Arı məndən əl çəkmir, vuran arıdır özdə. Burada da belə ramaşkalarım hələ də açır. Burada da gülümün betonu qızarı burada. İnşallah bunlar da açacaqlar. Bunlar da düymədədir. Burada da belə sarmaşıq gülümdür. Açmağa başlayıb. Burada da belə qırləçək gülümdür. Bir dənəsi açıb, onu sizə göstərim, çox qəşəngdir. Baxın dostlar, necə gözəldir. Baxın, rənginə. Çox gözəldir. Bunlar da düymədədirlər, açacaqlar. Bu da sarmaşıq gülümdür. Gedim o tərəfi də çəkim. Orada da sarı sarmaşıq gülüm olmalıdır. O görüm necə açıb, açmayıb, baxım ona da. Maral boynuzudur dostlar.
Belə yavaş-yavaş açır hər gün. Belə. Bu da gülün baharlardır. Bunlar da süsənlərdir, açıb qırmam lazım. Bilmirəm, bunun tomurcuğu olur yoxsa yox. Qoymuşam, tomurcuq yox, toxum. Baxın, görüm toxum olsa yenidən əkə bilərəm. Baxın, yenə iyilimiz əl çəkmir. Burada da həmən qırlacaq gülümdəndir. Bunlar da tomurcuqluyublar. Bunlar da açacaqlar. Bu da bu qədər uzandı dostlar. Buna baxın, boyuna. Bu da bir başqa süsənin növüdür. Çox qəşəng vurulmuşdum bunun rənginə, qonşuda görmüşdüm, aldım. Amma ancaq belə uzandı, çiçək açmadı. Bu da sarı sarmaşıq gülümdür. Yavaş-yavaş açır. Yavaş-yavaş açır. İnşallah hamısı açanda sizlər üçün çəkərəm. Baxın necə qəşəng rəngi var. Mən bu rəngi inanırsınız nə qədər axtardım dostlar. Bazara gedirdim, deyirdim, istəyirdim ki, mən bu rəngdən satmaq üçün mən aldadırlar. Hə, bu rəngdir, sarı rəngdir. Gətirirdim, əkirdim, gördüm sarı çıxmadı, başqa rəng çıxdı. Bu rəng üçün, ağ rəng, bu rəngi axtarmaq üçün nə qədər axtardım bunu tapmaq üçün. Çox xoşum gəlir bu rənglərdən. 3 dənə almışdım dostlar. 3 yoxsa 4 yadımdan çıxıb. Deməli, əkdim, külək qurutdu, pis günə saldı. Axırda bunu güc bəla ilə tutuzdurdum. Bir dənə bunu tutuzdura bildim. Qalanların hamısı külək məhv elədi. Dedim, dayı bu da tutmasa öldüm. İkisini aldım, sitəyə gətirdim. Onlar qurudu. Sonra getdim, yenə ikisini aldım, gətirdim. Eləncik əziyyətlə, çox əziyyətlə, əməklə bunları. Yəni ki, başa gətirmişəm. Çünki Bakıda şəhər yerində küləkli, bilirsiniz də, Bakı küləkli, küləklər şəhəridir. Burada gül becərmək, ağac becərmək böyük bir qəhrəmanlıq tələb eləyir. Yəni rayona nə var ki, rayon bura kimi küləkli deyil. Rayonun həm torpağı yaxşıdır, zəngindir. Minerallarla, vitaminlərlə zəngin torpaqdır. Orada gül çiçək becərmək, ağac əkib becərmək, yəni ki, bura kimi çətin deyil. Amma burada bir dənə ağaca qulluq eləyib böyütmək, bir gülü qulluq eləyib böyütmək böyük bir, mənə elə gəlir ki, qəhrəmanlıq tələb eləyir. Çox çətindir burada yetişdirmək. Çox həddindən artıq. Burada da mənim belə kaktuslarım, Maldeli gülü deyirlər. Bunda da var. Bunu da alım. Bu il bunlar çiçək yenə açmır. Deyəsən çiçək açmayacaqlar bunlar. Ya vaxtı deyil, ya açmadılar. Başım çıxmır. Bunlar niyə çiçək açmır? Neçə illərdir məndədirlər. Bunlar da mənim ramaşkalarım. Bunlar da günün baharlarım. Buradan da çəkim dostlar. Baxın necə gözəldir. Burada qönçəsi çox gözəldir. Top. Buradan da belə çəkim. Baxın çox qəşəngdir. Burada da bir dənə qaldı dostlar. O biriləri heç biri çıxmadı. Yəqin ki, öldülər. Şaxta öldürdü bunları. Bir dənə nərgizlərimdir. Bir dənə bu qaldı nərgizimdən. Nərgiz deyirəm, qərənfilimdən. Bir dənə bu qaldı. Tomurcuqdadılar. İnşallah açanda çəkərəm sizə.